Hər vaxtınız xeyir olsun müəllimlər. Bugünkü dərsimiz şagird yönümlü, yəni interaktiv təlimin təşkilidir. Gəlin əvvəlcə baxaq görək interaktiv təlimin sözü mənası nədir? İnteraktiv, yəni qarşılıqlı əlaqə və fəaliyyət üzərində qurulan deməkdir. İnteraktiv təlim müəllimlər, biz son illər müşahidə edirik ki, artıq son illərdə öyrətmə üsulları əhəmiyyətli dərəcədə dəyişib. Yəni artıq şagirdlər parta arxasında səssiz oturub qeydlər götürməkdən deyil, artıq dərsə aktiv şəkildə cəlb olunmaq, fikir mübadiləsində iştirak etmək və problem həll etmək gözlənilir. Yəni biz şagirdlərdən artıq o bacarıqları gözləyirik və formalaşdırmalıyıq. Təlimin aparıldığı ənənəvi siniflərdə isə əvvəllər nə var idi? Əzbərçilik, əzbərdən istifadə var idi. Amma müasir təlimdə artıq interaktiv üsullarla təlim həyata keçirilir. Demək dedik, interaktiv təlim nədir? Şagirdlərin informasiyanı qəbul edərkən pasiv tərəf yox, aktiv tərəf olmalıdır. Bilik və bacarıqlarının mənimsənilməsi prosesində qarşılıqlı əlaqə quraraq onu aktiv şəkildə analiz etməlidir, tətbiq etməlidir və qiymətləndirməlidir. Deməli, informasiya mənbəyi təkcə müəllim olmamalıdır. Şagirdlər özləri də ola bilərlər. İnteraktiv öyrənmə müəllimlər bəzi nəzəriyyələrlə də əlaqəlidir. Bu sosial inkişaf nəzəriyyəsi ola bilər. Sosial inkişaf nəzəriyyəsi Vygotskyinin nəzəriyyəsidir. Lev Vygotsky nə deyirdi? Deyirdi ki, öyrənmə əsasən müəllim və ya şagird yoldaşları ilə sosial münasibət zəminində baş verir. Yəni şagirdlər öyrənməsi nə zaman baş verir? Münasibətdə olanda, sosial münasibət quranda, yaxın inkişaf zonasında baş verir. Deməli, interaktiv öyrənmə nədir? İnteraktiv öyrənmə odur ki, şagird pasiv yox, aktiv iştirakçı olmalıdır. Bəs gəlin baxaq görək, interaktiv öyrənmənin faydaları nələrdir? İlk öncə baxırıq ki, interaktiv öyrənmə şagirdlərdə anlamanı inkişaf etdirir və bu zaman şagirdlər öyrəndiklərini müxtəlif situasiyalarda və yaxud da bir neçə problem həllində istifadə edə bilirlər. Və şagirdlərin öyrənmələrini, bu prosesdə onların müstəqilliyini təmin edir, onlara öz öyrənmələri üzərində daha çox iştirak və nəzarət imkanı verir. Onlar da ömür boyu bu öyrənmə bacarıqlarını formalaşdırmış olurlar. Bir də şagirdlər imtahana hazırlıq üçün öyrəndikləri aktiv şəkildə yenidən nəzərdən keçirirlər. İnteraktiv təlim şagirdin həm müəllimlə, həm də digər şagird yoldaşları ilə qarşılıqlı əlaqə və fəaliyyətdə olmasını təmin edir. Bir sözlə, interaktiv təlim şagirdlərdə ünsiyyət, əməkdaşlıq və əsas da 21-ci əsr bacarıqlarını formalaşdırır. İnteraktiv təlimin müəllimlər yaradılması üçün özünün bir neçə üsulları var. O üsullardan biri cəlb olunmadır. Cəlb olunma nədir? Cəlb olunma odur ki, istənilən bir fəaliyyətə maraq oyatmağımızdır. Thomas Edison belə bir fikir söyləmişdi ki, ən zərif nöqtəmiz təslim olmağımızdır. Uğura aparan ən dəqiq yol daha bir dəfə cəhd etməkdir. Yəni ki, cəlb olunma əsasən şagirdləri dərsin əvvəlində dərsə cəlb etməkdən ibarətdir. Burada müəllim şagirddə təlimə qarşı maraq oyatmalıdır, şagirdi motive etməlidir, nəticələri əvvəlcən göstərərək onları prosesə cəlb etməlidir. Robert Phillips isə deyirdi ki, şagirdi qarmağa keçirtmək lazımdır. Yəni şagirdi qarmağa keçirtmək nədir? Yəni şagirdi ilk öncə dərsə cəlb etmək lazımdır. Onda fəaliyyətə maraq oyatmaq lazımdır. Proses elə qurulmalıdır ki, cəlb olma prosesi elə qurulmalıdır ki, burada şagird diqqətini, marağını tam şəkildə dərsə yönəltməlidir. Dərsin əvvəlində bu proses yerinə yetirilməlidir və müəllim bəzi məqamlara diqqət yetirməlidir ki, fikir verməlidir ki, şagirdlərin hamısı dərsə cəlb olunsunlar. Birdən olur ki, bəzi şagirdlər prosesə fəal şəkildə qatılırlar, amma bəzi şagirdlər isə aktiv cəlb olunmurlar. Ona görə də aktiv cəlb olunmamanın bəzi problemləri olur, bəzi səbəblər olur ki, şagirdlər aktiv cəlb olunmurlar. Bu səbəblərdən deyək ki, sualı müəllim yaxşı anlatmayıb və şagird anlamayıb və yaxud da müəllimin diqqətindən kənarda qalıb. Ola bilər ki, evdə ailədaxil problemləri olsun və şagirddə özünə qapanma halları müşahidə olunsun. Bu zaman aktiv dərsə cəlb olunma baş vermir. Bir də aktiv dərsə cəlb olunmanın cəlb olunmada problem yaradan bəzi məqamlardan biri də odur ki, müəllim
dərsi qurarkən, fəaliyyəti qurarkən tapmaca xarakterli qurur. Yəni əvvəlcə belə bir sual verir ki, şagirdlərə mövzunun adı nədir? Belə bir tapmaca xarakterli sual verilməsi və yaxud da fəaliyyətin qurulması doğru yanaşma deyil. Təbii ki, o şagirdlər o mövzunun adını biləcəklər. Ona görə də bu şagirdlər üçün maraqlı olmayacaq. Bəs şagirdi dərsə necə cəlb etmək olar? Dərsin əvvəlində problemli situasiya yaratmalıyıq və bu situasiyanı yaratmaq üçün biz bir neçə texnikadan istifadə edə bilərik. Bu texnikadan biri problemin təqdim olunmasıdır. Problemin təqdim olunması zamanı müəllim şagirdlərə məzmun ilə bağlı bir problem təqdim edir və bu problemi şagirdlər artıq onlarda maraq hissi yaranır və şagirdlər araşdırmağa başlayırlar. Və bu zamanda dərsə cəlb olunma baş verir. Daha sonra maraqlı bir başlanğıcla müəllim şagirdlərin fikrini dərsə cəlb edə bilər. Bu zaman nə etməlidir? Təəccüblü bir fakt verməlidir, crossword şəklində tapşırıq verməlidir, düşündürücü sual təqdim etməlidir. Dərsi elə başlaya bilər. Bu zamanda yenə dərsə cəlb olunma baş verir. Sonra provokativ xarakterli suallar verə bilər. Yəni ki, dərsə tənqidi təfəkkürə təkan verən provokativ suallarla başlaya bilər. Bu zamanda yenə cəlb olunma baş verir. Sonra vizual alətlər vasitəsilə dərsi başlaya bilər. Şəxsi təcrübə, özünün keçdiyi şəxsi təcrübələri şagirdlərə anlataraq, danışaraq şagirdlərin fikrini dərsə cəlb edə bilər. Musiqidən istifadə edə bilər, əvvəlki dərslə əlaqə yarada bilər, əyani vəsaitlərdən istifadə edə bilər və s. Bu da olur dərsə cəlb etmənin üsulları. Refleksiyanı da bilirsiniz müəllimlər. Refleksiya da odur ki, yəni şagird artıq dərsin sonunda nəyi bilib, nəyi bilmədiyi haqqında artıq məlumatlı olur. Öz öyrənməsi haqqında məlumatlı olur və dərsin sonunda özünü refleksiya etmiş olur. Filosof Edmund Burke də demişdir ki, refleksiya etmədən öyrənmək qidanı çeynəmədən yemək kimi bir şeydir. Yəni ki, əvvəlcə refleksiya etməliyik, daha dəqiq, daha təkmilləşdirilmiş bir öyrənmə yaratmaq üçün refleksiyadan istifadə etməliyik. Sonra gəlirik sual-cavab prosesinin təşkili. Sual-cavab prosesinin təşkili zamanı bu proses zamanı dərsin əsas hissəsini təşkil edən proseslərdən biri olmalıdır. Yəni ki, bu prosesin düzgün aparılması şagirdin düşünmə qabiliyyətinə yaxşı təsir edən faktorlardan biridir. Müəllim şagirdlərə sual verməklə onları dərs prosesinə cəlb edir. Bəs baxaq görək indi sual-cavab prosesinin əhəmiyyətli xüsusiyyətləri hansılardır? Birinci, şagirdləri təlim prosesinə cəlb etmək, öyrənməni qiymətləndirmək, öyrənilənlərin başa düşülüb tətbiq edildiyini yoxlamaq, yaddaş və anlamanı yoxlamaq, şagirdlərin müəyyən bir mövzu barəsində fikir və baxışlarını öyrənmək, şagirdlərə fikirlərini digər şagird yoldaşları ilə bölüşmək imkanı yaratmaq, şagirdləri yaradıcı və innovativ düşünməyə çağırmaq, şagirdlərin mülahizə və fikrini formalaşdırma bacarıqlarını gücləndirmək və sonunda birgə öyrənmə mühitini yaratmaq və mühazirə tipli dərsdən yayınmaq. Ümumiyyətcə, mühazirə tipli dərslər ənənəvi sinifdə, ənənəvi dərs prosesində qaldı. Artıq yeni, müasir, interaktiv təlimdə mühazirə tipli dərslərdən istifadə etmək heç də məqsədə uyğun deyil. Sual-cavab hər dərs sinifdə tətbiq olunan bir prosesdir. Sinifdə sualları müəllim şagirdlərə, şagirdlər müəllimə və yaxud da şagirdlər bir-birlərinə ünvanlaya bilərlər. Sual-cavab prosesinin effektiv təşkili əvvəlcədən hazırlıq tələb edir. Yəni ki, sual-cavab prosesini əgər biz təşkil ediriksə, bizim əvvəlcədən bir hazırlığımız olmalıdır. Yəni onu bədahətən etmək, təşkil etmək olmaz. Dərs zamanı müəllim tərəfindən şagirdlərə verilən suallar məqsədli şəkildə verilir və şagirdin inkişafını təmin edir. Dərsdən gözlənilən nədir? Dərsdən gözlənilən odur ki, məqsədlərə çatmaq üçün dərs mühitində müxtəlif suallardan istifadə edilməlidir. Bu suallar həm də taksonomiyanın müxtəlif səviyyələrinə uyğun olmalıdır. Aşağı təfəkkür səviyyəli və yuxarı təfəkkür səviyyəli suallar ola bilər. Sual-cavab prosesini effektiv şəkildə təşkil etmək üçün biz 2 məqama diqqət yetirməliyik. Bunlar hansılardır? Əvvəlcə sual vermə mədəniyyətini yaratmaq, daha sonra sualları əvvəlcədən hazırlamaq. Bu sual-cavab prosesini effektiv şəkildə təşkil etmək üçün olan məqamlardır. Sualların 2 növü var. Suallar həm açıq, həm də qapalı suallardan ibarət olmalıdır. Açıq suallar necə olmalıdır? Sualın cavablandırılması zamanı mövzu ilə bağlı şəxsi fikirlər, şəxsi yanaşmalardan istifadə edilməməlidir. Bir də sualın cavabı limitli deyil və hər kəs özünə məxsus formada cavab verə bilər.
Verilən suallar düşündürücü olmalıdır, refleks etməyi tələb etməlidir. Açıq suallarda adətən əgər, nə üçün, necə, nə, təsvir et, bu haqda danış, bu haqda nə düşünürsən, bu kimi suallardan istifadə edərək açıq suallar yaradıla bilər. Qapalı suallar necə olur? Qapalı suallarda əsasən bəli, xeyr və ya limitli sayda cavablara malik olur. Cavab daha çox faktlara əsaslanır. Yəni ki, qısa, konkret faktlardan istifadə edərək suallara cavab verilməlidir. Şəxsi suallar verildiyi təqdirdə hisslərə də əsaslana bilər. Adətən fikir və münasibət bildirilmir. Qapalı və açıq suallara bir neçə nümunə çəkək. Məsələn, deyək ki, qapalı suallara nümunə olsun ki, məsələn, deyək Azərbaycanın hüdudları hansılardır? Görürsünüz, bu sualın artıq bir fakt tələb edir ki, biz Azərbaycanın hüdudlarını artıq bilməliyik ki, o suala cavab verək. Və yaxud da sən vətəni çox sevirsən, Birinci Dünya müharibəsi nə vaxt başlayıb? Biz bu Birinci Dünya müharibəsinin yaranma vaxtını bilməliyik ki, bu zaman bu suala cavab verə bilək. Deməli, qapalı suallar nə oldu? Müəyyən fakta əsaslanan cavablar tələb edir. Açıq suallara bəzi nümunələr deyək. Məsələn, siz nə düşünürsünüz? Güclü olmaq üçün insanda hansı keyfiyyətlər olmalıdır? Yaxşı dostluq üçün hansı xüsusiyyətlər lazımdır? Və s. Bunu kimi suallar verilməklə açıq suallardan istifadə etmək olar. Sual-cavab prosesində əsas nələr diqqətə alınmalıdır? Əvvəlcə sual-cavab zamanı gözləmə vaxtından istifadə edilməlidir. Deyək ki, şagirdlər sual-cavab zamanı dərsdə fəal iştirakına güclü təsir göstərə bilən amillər olmalıdır. Bu amillərdən biri də müəllimin sualı verilən cavablar arasında vaxt verməsidir. Yəni, araşdırmalar göstərir ki, əlavə sualı başa düşmək üçün mövcud vəziyyəti nəzarətdə saxlamaq və yaxud da cavabı formalaşdırmaq, cavab vermək üçün ən az 30 saniyə bizim vaxtımız olmalıdır, düşünmə vaxtımız olmalıdır. Yəni ki, şagird suala cavab verən kimi, verənə kimi onu gözləmək lazım deyil ki, gözləyək ki, görə şagird nə vaxt suala cavab verəcək. Yəni ki, bunlara düşünmə vaxtı verməlidir. Qapalı suallarda 30 saniyə, açıq suallarda isə 1 dəqiqə vaxt verilir. Sonra, ikinci, şagirdlərin bir-birlərinə sual verməsi. Sinifdə əgər suallar təkcə, deyək ki, sinifdə sual-cavab müzakirəsi təşkil etmişik və bu müzakirədə sinifdə ancaq sualları müəllim vermir. Şagirdlər də bir-birlərinə həm müəllimə sual verə bilərlər, həm də yoldaşlarına sual yönəldə bilərlər. Şagirdləri bir-birlərinə sual verməyə həvəsləndirməliyik ki, onlar da sual-cavab prosesində aktiv cəlb olunsunlar. Sonra formativ qiymətləndirmə üçün suallardan istifadə etməliyik. Formativ qiymətləndirmə üçün sualda biz nədən istifadə edə bilərik? Suallar verməklə onları tədris prosesində keçirənlərin nə dərəcə anladıqlarını, nəyi bilib-bilmədiklərini müəyyən etməklə onların məqsədə çatıb-çatmadıqları üçün nəyə ehtiyacları olduqlarını müəyyənləşdirməklə biz formativ qiymətləndirmə suallarından istifadə etməliyik. Sonra pozitiv rəy verin. Pozitiv rəy nədir? Şagirdlərin suallara verdiyi cavabların düzgün olub olmamasından asılı olmayaraq onları fəaliyyətlərinə görə təqdir etməliyik və dəyərləndirməliyik. Müəllim nə etməlidir? Eşitmək istədiyi cavabı yox, şagird nə cavab verəcək deyə onu dinləməlidir. Bəs baxaq görək, şagirdlərin suallara cavablandırılmasında müəllimin hansı strategiyalarından istifadə olunur? Əvvəlcə, şagird sualı verdikdən sonra, əgər dərsin sonuna az müddət qalmışdırsa, vaxta qənaət məqsədi ilə sual müəllim tərəfindən cavablandırıla bilər. Yəni, bu strategiyadan istifadə edə bilər. Digər bir üsul isə sualı səsləndirən şagird tərəfindən həmin sualın cavablandırılmasına nail olmaq olar. Amma burada təbii ki, bir sual olduğu şəkildə şagirdə geri verilmir. Çünki şagird onsuz da cavabı bilmədiyi üçün onu səsləndirmişdi artıq. Sonra, əgər şagirdlərdən verilən suala dərsdən sonra birgə müzakirə ilə cavab tapmalarını və sonra müəllimə yoxlamalarını istəmək olar. Başqa bir strategiya isə sualı verən şagirdə birbaşa cavab verməyərək onun cavabı özü tapması üçün müəyyən bir resursa yönəltmək olar. Əgər hazırki sual mövzu ilə əlaqəli deyilsə, onun cavabını müəyyən vaxta da təxirə salmaq olar. Sonra gəlirik sinifdə müzakirə prosesinin təşkili. Sinifdə müzakirə prosesinin təşkili şagirdləri aktiv öyrənmə prosesinə cəlb edir və onlarda ünsiyyət mədəniyyəti, dinləmə bacarığı formalaşdırılır. Müzakirə zamanı müəllim müzakirəni hansı formada keçirəcək, hansı suallar müzakirə olunacaq, prosesi necə aparacağını əvvəlcədən müəyyən etməlidir. Xüsusilə də qaydalar və prosedurlar tətbiq olunmalıdır. Bəs müzakirə zamanı baxaq görə öyrənmək üçün hansı qaydalar tərtib oluna bilər?
Əvvəlcə yoldaşlarınızın sözünü kəsmədən hörmətlə qulaq asın. Başqalarının şərhini anlamaq üçün aktiv şəkildə dinləyin. Fərqləri deyil, nəticə əldə edin. Mübahisələrə deyil, öyrənməyə çalışın. Və yaxud da fikir bildirərkən başqalarını qıcıqlandırıcı dildən çəkinin. Hər kəsə danışmaq imkanı verin. Müzakirə aparmaq üçün müxtəlif üsullardan istifadə etmək olar. Bunlar hansı üsullardır? Akvarium, Sokrat dialoqu, dəyirmi masa, ziqzaq, müzakirə xəritəsi, sinektika və s. Müvafiq qaydada həyata keçirildikdə həm sual-cavab sessiyası, həm də sinif müzakirələri şagirdlərin dərsə aktiv şəkildə cəlb olunmasını, onların fikirlərini bütün siniflə bölüşməsini, bir sözlə interaktiv dərsin təşkilini təmin edir.